Kur'an-ı Kerimdə buyurur: "Və ma ərsalnâke illâ rəhmətən lil âləmin." Ya Peyğəmbər, biz səni aləmlərə mərhəmət olaraq yolladıq. Diqqət edək, mərhəmət olaraq yolladıq nə deməkdir? Bax, bu günləri biz ki bu həyatda yaşayırıq, o kimin hesabınadır? Peyğəmbərin hesabınadır. Bu günləri günəş çıxır, günəşin nurundan istifadə edirik. Gecə gəlir, dincəlirik. Günüz gəlir, gedirik işləməyə, pul qazanmağa. Ulduzlar çıxır, zinət verir ərşə, nəfəs alıb veririk, yerdə geriyirik, qədəm götürürük. Bunlar hamısı Peyğəmbərin hesabınadır. Dəryadakı balıqlar Peyğəmbərin hesabına görə üzürlər. Yerdəki sürünənlər Peyğəmbərin hesabına görə sürünürlər. Hamısı bir mənalı olaraq borcludurlar o Peyğəmbərin dünyaya gəlməsinə. O gəlməsəydi, nə balıq dəryada üzəcəkdi, nə mən bu günləri oturub burada danışacaqdım və nə də yer üzündə mən qədəm götürüb yeriyəcəkdim. Yerdən bitki çıxır o Peyğəmbərə görədir. Sizin bir hədisdə böyük bir məna, sən olmasaydın yaratmayacaqdın. Heç nə yaranmayacaqdır. Nə görülürsə, heç nə Allah yaranmayacaqdır. Görürsən bir nəfəri dəvət edəndə evimizə, 5 gün, 10 gün, 1 ay qabaqdan böyük bir ziyafət məclisi yaparıq, çalışarıq, çay göstərərik, dünyanın ən bəzəkli zinət əşyalarını düzərik ki, filankət əziz giranı qonağın gələcək. Allah Teala bu kainatı yaradır, ona zinət verir. Kimə görə? Sonda Məhəmməd Peyğəmbəri yaradacaqdır ona görə. Mənaya baxın, ona ayədə də buyurur, ya Peyğəmbər, sən aləmlərə rəhmətsən. Sən ona görə rəhmətsən ki, hər nə varsa dünyada canlı cansız, sənin hesabına görədir. Sən olmasaydın olmayacaqdır. Allah dünyanı xəlq eləyir, Peyğəmbərə xatir, onun əhl-i beytinə xatir. Həzrəti Adəmə adları öyrədir, o adlardan məqsəd elə Peyğəmbərdir, onun əhl-i beytidir. Və Həzrəti Adəmin ki, tövbəsi qəbul olur, nəyə görə qəbul olur? Fətələqqa Adəmu min Rəbbi. Əl-Bəqərə surəsində ayə buyurur, Həzrəti Adəm Allahdan deməli, kəlmələr aldı. Fətəbə ələy, ondan sonra tövbəsi qəbul oldu. O kəlmələr nədir? Təfsir alimlər deyirlər, Peyğəmbər, Həzrəti Əli, Həzrəti Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhissalam. Bu kəlmələr, məqsəd kəlmələrdən bu insanların adlarıdır ki, Həzrəti Adəm Peyğəmbər aldı o adları, dilinə cari elədi, dedi və tövbəsi qəbul oldu. Allah Teala bu yollarla Peyğəmbərin və əhl-i beytinin məqamını biz insanlara çatdırır. Ona görə də Peyğəmbərin dünyaya gəlişi günü Allah yanında ən əzəmətli bir gündür, ən müqəddəs bayramdır. O gün məclisdə deyildik. Xristiyanlar Həzrəti İsa'dan nə istədilər? Süfrə istədilər. Allah göydən süfrə nazil eləsin. Biz o süfrənin nazil olan gününü bayram edəyək. Cəmaat Xristiyanlar İsa Peyğəmbərdən istəyirlər ki, göydən bir süfrə gəlsin, o süfrənin gəlişi gününü biz daima bayram edəyək. Amma biz istəməmişik. Allah özü bizə lütf edib, Peyğəmbər kimi bir insanı bizə nazil edib, bizə yollayıb və biz onun ümməti sayılırıq və niyə görə biz bunu bayram eləməyək? Əgər Xristiyanlar süfrənin gəlişi gününü bayram edirlərsə, biz niyə görə Peyğəmbərimizin gəlişi gününü bayram eləməyək? Məgər bayram haramdır, məgər bayram dinə azğınlıq gətirir, dinə bidət gətirir, yenilik gətirir. Əksinə, ən böyük ibadətlərdəndir ki, o insanların dünyaya gələn gününü bayram edəyəsən, dünyadan gedən gününü də qəmlənəsən, onların mərasimin məclislərini keçirdəsən. Və bir çox yerlərdə o məclislər keçirilir, mən qısa olaraq bir neçə dəqiqə o məclislərdən 2 məqsədi demək istəyirəm. Biz ki, Peyğəmbərin anadan olan gününü bayram edirik, məclislərə gedirik, məscidlərə gedirik. Məqsəd çoxdur, amma ən əsası 2 şeydir. O mövludlar, o mərasimlər, o yığıncaqlar, o bayramlar bizim əsasən 2 xüsusiyyətimizə, 2 xüsusiyyətimizə xidmət eləməlidir. Əgər o xidmət olmasa, o bayram da yalancıdır, o gəlmək də yalancıdır. Biz onu bilməliyik ki, biz bu Peyğəmbərin mövludundan, məsumların anadan olan günündən, məclislərindən biz nə öyrənməliyik? Birinci, mənəvi saflıq,
və əxlaq keyfiyyətdir. Biz gəlirik bura, biz məclislərə gəlirik, məscidlərə gəlirik. Birinci növbədə Peyğəmbərimizdən, Əhl-i Beytindən gözəl əxlaqı öyrənməliyik. Səbəb olmalıdır ki, bizim əxlaqımız yüksəlsin, bizim mənəviyyatımız yüksəlsin. Başqalarının bu cür Peyğəmbəri, bu cür imamları yoxdur ki, gedib ondan nəsə öyrənsinlər. Şükür Allaha ki, Allah bizə nəsib edir. Hacının bir sözü var, o dəfə deyirdi mənə. Deyirdi, Allah mənə rəhm edib, məni bu müsəlmanların arasında yaradıb. Allah məni aparıb Amerikada da yarada bilərdi, Moskvada da yarada bilərdi. Olardım Rus, olardım Amerikanlı. Allah ki, gəlib məni müsəlmanların arasında yaradıb, boynuma bir minnət qoyub ki, sən tanı bu insanları, yoxsa orada meşədə səni xəlq eləsəydin, tanımayacaqdın. Burada xəlq eləmişəm, tanımısan sən bu insanları. İndi biz ki, şükür Allaha, Allah bizim boynumuza minnət qoyub, bizi təkib gətirib İslama, Peyğəmbəri tanıtdırıb, Əhl-i Beyti tanıtdırıb, bu birinci mərhələdir. Sonraki mərhələlərdə Allah bu mərhələni bizə qismət edib. Sonraki mərhələlərdə, əgər biz vəzifəmizi bilməsək, bunun qədrini bilməmiş saylarız. Elə bir Allah bizim əlimizə bahalı bir neymət qoyub, bahalı bir, dəyərli bir şey qoyub. Biz onun qədrini bilmirik. Elə sağa da fırladırıq, sola da fırladırıq, ürəyini istəyən kimi rəftar edirik ondan. Olmaz. Görürsən, balaca uşağın əlində qiymətli əşya olanda, onu elə atar ora-bura, gələr bir qiymətin bilən adam, götürər onu saxlayar. Bu məclislər, bu iştirak eləməklər, bu bayramlar, bu mərasimlər ən qiymətli bir xüsusiyyət ki, ən qiymətli bir əşyadır bizim əlimizdə. Biz bunun qədrini bilməliyik, bir yolla ki, onlardan nümunə göstərək, onlardan özümüzə örnək göstərək. Peyğəmbər Qur'an-ı Kərimdə buyurur, ya Peyğəmbər, sən ən böyük əxlaqın sahibisən. Bunu heç bir Peyğəmbər barəsində Allah buyurmuyor. Böyük sözünü də hər yerdə deməyib. Qiyamətdən danışanda Allah buyurur ki, yevmun azim, ən böyük bir gün. İndi nə gündür ki, Allah ona böyük deyir. Qur'anın haqqında danışanda deyir, Qur'anun azim, ən böyük bir kitab. Allah ki, bir şeyə böyük deyir, deməli o doğrudan da əzəmətlidir. Gəlir o əzəmətli sözünü ki, nadir yerlərdə işlədir, o yerlərdən də biri Peyğəmbərimizin əxlaqıdır. Əli əleyhissalamı bu hədisi bir dəfə demişəm. Dedilər, ya Əli, Peyğəmbərin haqqında, əxlaqı haqqında bizə danış. Əli əleyhissalam buyurdu ki, qısa danışım, uzun danışım. Dedilər, ya Əli, qısa danış. Dedi ki, Peyğəmbərin əxlaqından bunu deyə bilərəm sizə. Qur'an-ı Kərimdə Allah Teala insanlara verdiyi nemətlərin sayını qeyd edir. Deyir ki, əgər Allahın sizə verdiyi nemətləri ki, dünya həyatında yaşayırsınız, nə qədər nemət verir? Kim saya bilər? Sayı yoxdur. Allah da buyurur. Buyurur, əgər Allahın sizə dünya həyatında verdiyi nemətləri dursaq saymağa, qısara bilərik, bilməyəcək. Çünki məhdud deyil olar. Onlar sonsuzdur Allahın nemətləri. İndi o nemətlər ki, sonsuzdur. Allah özü buyurur. Sayı yoxdur onların. O nemətlərin barəsində Qur'anın ikinci bir yerində Allah Teala görün nə buyurur? Buyurur, dünya mətası illa qalil. Deyil, məgər az. Dünya mətası azdır. Dünya neməti azdır. Bir yandan deyil, nemətlərini saysan, qutara bilməyəcəksin. Bir yandan da deyil, bu nemətlər nədir? Azdır. Amma Peyğəmbərin əxlaqı barəsində nə buyurur? Deyir, ən böyük əxlaq Peyğəmbərdə olur. İndi siz mənə ki, o az ki, Allah buyurur, dünya nemətləri azdır, siz mənə azı sayıb qutara bilərsiniz? Deyirlər, yox. Deyir, mən onda böyüyü necə sayıb qutarım? Azı saya bilməzsiniz mənə, amma mən böyüyü necə sayım? Allah burada o saysız hesabsız insana bəxş etdiyi nemətlərə az deyir, orada Peyğəmbər əxlaqına böyük deyir. Siz azı saymayandan sonra, qutara bilməyəndən sonra, mən böyüyü necə sayım qutarım? Peyğəmbərin əxlaqı barəsində ən gözəl sözdür ki, Peyğəmbərin əxlaqı gör nə qədərdir, nə əzəmətdədir, nə böyüklükdədir ki, deyir ki, mən o böyüyü sayıb qutara bilmərəm. Necə ki, siz baladanı, kiçiyi sayıb qutara bilməz, azı sayıb qutara bilməz. Peyğəmbərin yanına bir nəfər şəxs gəldi, dedi, ya Rasulallah, din nədir? Dedi, husnul xuluq, ən gözəl əxlaq. Getdi sağ tərəfdən gəldi. Dedi, ya Peyğəmbər, din nədir?
dedi, husnul xulq, ən gözəl əxlaq. Getdi, həmən kəs sol tərəfdən gəldi. Ya Rasulallah, din nədir? Dedi, ən gözəl əxlaq. Getdi, bu adam başqa bir səmtdən gəldi. Ya Rasulallah, din nədir? Dedi, husnul xulq. 4 dəfə gəldi Peyğəmbərdən, husnul xulq, gözəl əxlaq sözündən başqa bir şey eşitmədi. Din yəni gözəl əxlaq. O əxlaqı ki, mən yaşamışam həyatımda və mən sizin Peyğəmbərinizdən bizim birinci vəzifəmiz, daha doğrusu ikinci vəzifəmiz, birinci vəzifəsi tanımışıq, Allah lütf eləyib bizə, ikinci vəzifəmiz Peyğəmbərin o həyatından nümunələr götürmək və Peyğəmbərin həyatından özümüz üçün bəzi məqamlar ki var, bizim bugünkü günümüzə aiddir, onlardan da biri gözəl əxlaqdır. Hədis var, əgər tərəziyə qoysalar, gözəl əxlaqdan ağır heç nə gəlməyəcək. Ən ağır gələn gözəl əxlaq olacaq, gözəl rəftar olacaq. Peyğəmbərimizin barəsində buyurur ki, Ya Rasulallah, bu qədər insan ki, sənin ətrafında sən olub, bilirsən nəyə görədir? لَوْ كُنْتَ فَزَّنْ غَلِيزَ الْقَلْبِ Əgər sən onlara qarşı qəliz olsaydın, tərf olsaydın, لَمْ تَزُّوا مِنْ حَوْلِكَ Onlar sənin ətrafından qaçardılar. Sənin mərhəmətin, sənin humanistliyin, sənin insanlığın, sənin əxlaqın o insanları çəkdi, uzaq yerlərdən gətirdi, topladı sənin ətrafı var. Sənin gözəl əxlaqın səbəb oldu. Bu günləri bizim Peyğəmbərimiz həyatından ən gözəl öyrənəcəyimiz şey onun ən gözəl əxlaqıdır. Bax, bunu özümüzdə gərək biraz düşünək, öz əxlaqımızla bağlı, danışığımızda, rəftarımızda, gülməyimizdə, ağlamağımızda, hər şeyimizdə bizim üçün nümunə Peyğəmbərdir. Biz hansısa addımı atanda özümüzə Peyğəmbərin həyatını nümunə götürməliyik. Məsciddə əyləşməyimizdə, insanlarla münasibətdə, görürsən xurmanın tumun yeyirlər, atırlar məscidin içərisinə. Bunlar hamısı kiçicik əxlaqlardır ki, insanın əxlaqına nöqsan gətirir. Belə şeylər, əgər biz İslama gəlmişiksə, biz Peyğəmbərin yoluna getmək istəyiriksə, bu cür olmaz. Gərək diqqət eləyək bunlara. Hər şeydə gərək diqqət eləyək. Amma bu günlərə əxsuslar olsun ki, baxırsan, adamın ürəyi doludur, nə qədər danışmaq olar, amma görürsən ki, elə ümumi şəkildə desən, bəlkə də kifayət eləyər. Elə öz məscidimizdən, öz yaşayışın yerimizdən götürsək, görərik ki, nə qədər problemlərimiz var bizim davranışlığımızdan tutmuş, bizim hərəkətlərimizə qədər. Gərək diqqətli olaq. Peyğəmbər buyurur, hər kəs özünü hesaba çəkməsə, o məndən böyük. Hər gün gərək insan özünü hesaba çəksin. Ticarətdir, hər gün gəlir oturub dükkanda başlayır hesaba. Hətta çox olanda görürsən bir hesablar, mühasib tutub gətirir. Niyə görə? Ola bilər malı çoxalsın, ola bilər azalsın, ola bilər bunu yaldatsınlar. Ən böyük sərmayə bizim nəfsimizdir, ən böyük sərmayə bizim ruhumuzdur, qəlbimizdir, varlığımızdır. Bundan böyük sərmayə yoxdur. Ən böyük mühasib də elə özümüzük özümüzə. Biz gərək özümüzün üstündə hesabat aparaq. Bu günləri axşama qədər mən nə iş gördüm? Mən neylədim? Bəlkə kiminsə qəlbinə dəydim. Danışığımda, rəftarımda, yeməyimdə, içməyimdə ən gözəl nümunə Peyğəmbərdir ki, birinci özümə deyirəm. Məclisimizə deyirəm ki, gərək bunlardan öyrənək, gərək bunlardan özümüz üçün nəticə çıxartaq. Bunun ən birinci yolu üzərimizdə işləməkdir, üzərimizdə hesabat aparmaqdır. Kafir o işi görməsə, biz də görərsən bir aydan sonra ziyana gedir. Biz də özümüzdə hesabat aparmasaq, görərsən ki, ziyana getmişik, çox şeyləri unutmuşuq. İkinci də bizim birləşməyimiz, Allah Teala bizim üçün Peyğəmbər göndərib, başqalarının yoxudur. O batil insanlar batillərində birləşiblər, amma birləşmək üçün hər şey əlimizdə birləşə bilmirik. Nəfsimizi, dahilliyimizi gərək kənara qoyaq ki, bu günləri bizim birləşməyimiz vaxtıdır. Bu günləri bizim bir-birimizə can deyib, can eşitməyimizin vaxtıdır. Amma bəzi məqamlarda nəfs qoymur. Nəfsi istəklər qoymur, qurur qoymur, təkəbbür qoymur, axıllıq qoymur, həsadət qoymur. Bunlar kənara qoyulsa, var ki, əgər 124 min Peyğəmbər bir şəhər eləyir, Sumqayıtın nə qədər əhalisi var? 100 min var, keçər 100 min olar. 124 min bir şəhər eləyir, böyük bir kənd eləyir, bir qəsəbə eləyir. 124 min Peyğəmbəri yığ bir şəhərə, onlara həyat proqramını ver, onlar yaşasınlar. Get bir ildən sonra gəl o Peyğəmbərlərin arasına, görün vəziyyət necədir.
görəcəksən, hər şey öz qaydasındadır. Bunların arasında zərrə qədər də ixtilaf yoxdur. Niyə görə? Çünki bunlar nəfsin paslamış insanlardır. Bunlarda nəfsani istəklərə xidmət yoxdur, nəfsə uymaq yoxdur. Bir ildə keçsin üstündən, görəcəksən ki, bunların arasında zərrə qədər də ixtilaf yoxdur. Amma yətim 2 nəfəri qoy, 1 saatdan sonra gəl üstlərinə görəcəksən, biri əlinə balta götürüb, biri bıçaq götürüb. 124 min Peyğəmbər 1 il yaşasınlar, aralarında iynənin ucu qədər də ixtilaf olmasın. Nəyə? Nə zahillik var onlarda, nə nəfsə xidmət var onlarda. O nəfsə xidmətdəndir, zahillikdəndir ki, görürsən bir sahın nəfsində şeytan dəyişdirdi işləri. Ona görə biraz gərək üstümüzdə diqqətli olaq. Bu bayramlardan, bu günlərdən, bu məclislərdən biz bunları örnək götürməliyik. Görürsən, nə qədər gedirik məclislərə, nə qədər bayram məclislərində, şəhadət mərasimlərində iştirak edirik. Baxaq özümüzə, görək bir ay bundan qabaq mən nədir idim, indi nəsə məndə yüksəliş var. Əgər yox, elə mən bir ay bundan qabaqçı səviyyədəyəmsə, inkişaf eləməmişəmsə, Allaha doğru getməmişəmsə, mənəviyyatımda saflıq əldə elə bilməmişəmsə, bir ay bundan qabaqçına nisbət, elə məndə inkişaf eləyən zaman olur. Zamanım keçir, zamanım inkişaf edib, özüm inkişaf eləməmişəm.